insanı müdafiə edir, yardım edir və ona xeyir vədlər verir və onu müjdələyir və onu haqqı təsdiq etməyə həvəsləndirir. Əgər mələk insana yaxın olarsa, onun dilinə doğru sözləri təlqin edər. Mələk o insanın dilinə doğru sözləri təlqin edər. Və ondan uzaqlaşarsa və şeytan ona yaxınlaşar və şeytan isə onun dilinə yalan sözləri, çirkin sözləri təlqin edər. Və onlardan biri salih sözü və salih insandan eşidər və deyər ki, mə əlqahu alə lisanik illəl mələk. Və deyər ki, bunu sənin dilinə yalnız mələk təlqin edib. Və bunun əksini eşitdiyi zaman deyər ki, bunu sənin dilinə isə şeytan təlqin edib. Və mələk insanın qəlbinə haqqı təlqin edir və sonra onu dilinə təlqin edir. Amma şeytan isə insanın qəlbinə batili təlqin edir və sonra onun dilinə çıxardır. Və buna görə də günahların cəzalarından odur ki, yəni günahların cəzaları var, zərərləri var. Günahların yəni pis aqibətindən odur ki, dostunu insanla yaxınlaşdırır. Hansı ki, insanın səadəti, xoşbəxtliyi onun ona yaxın olmasındadır. Və öz düşmənini ona yaxınlaşdırır. Hansı ki, onun bədbəxtçiliyi, həlaki ona yaxın olmasındadır. Müminin mələyi onu müdafiə edir və onun əvəzinə başqasına qarşı vuruşur və onu öyrədir, onu sabit edir və onu şücaətləndirir. Və buna görə də ona olan qonşuluğu, yəni o qonşuya olan rəftarı pis etmək heç də yaraşmaz. Və yubəliğ fi ədə və yadrudu anhu. Və ona əziyyəti çoxaldaraq onu qovmaq, onu özündən uzaqlaşdırmaq insana heç də yaraşmaz. Çünki onun qonağı və qonşusudur. Əgər insanlardan olan qonağa ikram etmək, ona ihsan etmək, imanın tələb etdiyi, gərəkdirdiyi, vacib etdiyi işlərdəndirsə, görün onda qonaqlar içərisində ən hörmətli qonağa, ən xeyirli qonşuya necə insan hörmət qoymasın. وَلَأَلْأَمْ مِمَّنْ لَا يَسْتَحِي مِنَ الْكَرِيمِ الْعَظِيمِ الْقَدْرِ وَلَا يُجِلُّ وَلَا يُوَقِّرُهُ وَقَدْ نَبَّهَ سُبْحَانَهُ عَلَى هَذَا الْمَعْنَى. Həqiqətən belə iş tutan insan ən nankör insan sayılır. Yəni belə dəyəri olan, hörmətli olan qonağına hörmət qoymaması, ucaltmaması, yəni onun necə də nankör və alçaq olmasına dəlalət edir. Və Allah Teala Qur'anda buna işarə edir və buyurur ki, və inna aleykum ləhafizin. Həqiqətən sizin üzərinizdə gözətçi mələklər vardır. Kiramən katibin. Onlar həm hörmətli və həmçinin sizin etdiklərinizi yazırlar. Ya'lemunə mə təf'alun. Sizin etdiklərinizi bilirlər. Yəni sizin üzərinizdə olan bu mələklərdən, hörmətli mələklərdən həya edin, utanın və onlara ikram edin və onları ucaldın. Yəni utanacaq bir şeyi, həya olacaq bir şeyi görməsinlər. Necə ki, məsələn, sizin kimi birisi sizi görməsindən siz həya edirsinizsə, eyni ilə də mələklərdən də həya edir. Bəzən görürsən insan, yəni bir əməl edir, amma görəndə ki, bir salih insan, bir insan ona baxır, tez özünü yığışdırır. Həya edir onun yanında belə bir iş görməkdən. Və insandır, o mələklərdən daha çox həya etməlidir. Və mələklər insan oğlunun əziyyət çəkdiyi işdən mələklər də əziyyət çəkir.
Əgər insanoğlu facirdən və özünün qarşısında günah edən insandan əziyyət çəkirsə, və in kana ya'mal mislə amal, baxmayaraq ki, məsələn, insan onun əməlini edir. Baxmayaraq ki, məsələn, onun etdiyi əməldən özü də edir. Amma özünün qarşısında o günah ediləndə insana əziyyət verir. Fəmə zannu bi ədəl mələikə. Onda görün necə, mələklərin əziyyəti necə. İnsan deməli, günah etməklə artıq o mələklərə də əziyyət vermiş olur. Və buna görə də bu mövzuda insan üçün faydalı olan qaydaları bilməsidir ki, hansı ki, insan bununla mələyin səsi ilə, mələyin təlqini ilə və şeytanın səsini, təlqinini ayıra bilməsidir. Və İbn-i Qeym rahimehullah deyir ki, əl-fərqu beynə ilhamil mələk və ilqar şeytan min vücuh. Mələyin ilhamı ilə şeytanın təlqini arasında bir neçə tərəfdən fərq vardır. Birincisi odur ki, ənnəmə kənə lilləh muvafiqan limardati və mə cəə bihi rasuluh fəhvə minəl mələk. Əgər bir şey ki, Allah üçün və Allahın rizasına uyğundursa və Peyğəmbər sallallahu aleyhi və səlləmi gətirdiyinə müvafiqdirsə, bu mələkdəndir. Və mə kənə li qeyrihi, qeyri muvafiq limarda, əgər bu Allah üçün deyilsə və Allahın rizasına müvafiq deyilsə, deməli, bu şeytanın təlqinidir. Və həmçinin fərqlərdən biri də odur ki, ənnəmə əthmara iqbələn alallah. Yəni, insanın qəlbinə gələn o fikirlər, insanın Allaha yönəlməsinə səbəb olursa və Allahı zikr etməsinə və himməsinin artmasına, iradəsinin güclənməsinə səbəb olursa, bu mələyin təlqinidir, mələyin ilhamıdır. Amma bunu əksini təlqin edilsə insanın qəlbinə, bu isə şeytanın təlqini sayılır. Və həmçinin fərqlərdən odur ki, ənnəmə avratan unsən və nuran fil qalb. Əgər insanın qəlbinə ünsiyyət və nur yerləşirsə və köksünün genişlənməsi hasil olursa, bu mələyin təlqinidir. Yox, əgər bunu əksi olursa, insanın köksünün daralması, qəlbinin qaralması, bu şeytanın təlqinidir. Və həmçinin fərqlərdən biri də odur ki, ənnəmə avratan səkinə və tuma'ninə və insanın qəlbinə bir rahatlıq, sükunət yerləşdirən bu mələkdəndir və insanın qəlbinə narahatçılıq, istirab gətirirsə, bu şeytandandır. Mələyin ilhamı pak, təmiz qəlblərdə daha çox olur. Hansı ki, o qəlblər Allah nuru ilə nurlanmışdır. Fəlil mələki bihə ittisalun və beynəhu və beynəhə münasəbə. Artıq o qəlblə mələk arasında bir bağlılıq vardır, münasiblik vardır. Çünki mələk özü pakdır, təmizdir. Yalnız pak olan qəlbə qonşu olur. Fətəkun ləmmətun mələk bihədəl qalb əkfər min ləmmətə şey. Və belə bir qəlbə mələyin təlqini, ilhamı, səsi şeytanın təlqinindən daha çox olur. Və o qəlbə gəldikdə qaranlıq qəlbdir. Və o qəlb şəhvətlər və şübhələr tüstüsü ilə dumanlanıb, qaralıb və şeytanın ora təlqini isə daha çox olur, mələyin təlqinindən. Və həmçinin buyurur ki, arada olan fərqlərdən biri də odur ki, Ənə kullə varid kənə səbəbun nasihə fi imtithəl əmr və ixlas. Əgər bu qəlbə gələn hər hansı bir şeyin səbəbi nəsihət və insanın xeyrə yönəlməsi, ixlas və doğruluqdursa, bu mələyin ilhamı sayılır və əksidirsə bu şeytandandır. Və həmçinin fərqlərdən ənə kullə varid istənara bihil qalb. Yəni qəlbə gələn fikirlərin hər hansı biri ilə insanın qəlbi nurlanır və həmçinin köksü genişlənirsə və qəlbi möhkəmlənirsə, bu həmçinin mələk tərəfindəndir və əksi isə şeytandandır. Və həmçinin fərqlərdən ənə kullə varid və qəlbə gələn hər bir fikir səni Allaha yönəlməyə, qəlbinin bütövlüklə Allaha yönəlməsinə səbəb olursa, bu mələk tərəfindəndir. Yox, əgər sənin qəlbini dağıdır və qəlbini şaxələndirirsə, və bu şeytandandır. Və həmçinin fərqlərdən biri də odur ki, ənəl var iləhlə yasrifi illə fi qurbə və o ilahi gələn o ilham insanı yaxşı əmələ, itaətə yönəldir. Və şeytandan gələn isə bunun tam əksidir. Və həmçinin fərqlərdən biri də odur ki,
Ennel vaad er-Rahman la yetenaqadu ve la yetefavut. O ilahi olan bu telkinler birbirine zid olmur, fərqlənmir və əksinə bir-birini daha da təsdiq edir, gücləndirir. Amma şeytan tərəfindən gələn isə bunu əksi olur və bir-birini yalanlayır, təkzib edir.